Salam, hər vaxtınız xeyir olsun, əziz futbol azarkeşləri, dəyərli Xəzər Futbol Liqasının izləyiciləri. 8-ci sezon 4-1-in cavab oyunu Ateşkə və Ultraslan kollektivləri üzrədir. 4-1-in ilk oyununda Ultraslan 4-2 hesab ilə qələbə qazanmışdı. Ateşkə komandasına görə cavab oyununda nə izləyəcəyik? Fərq elə də böyük deyil. Odur ki, geri dönüş də çox çətin görünmür. Canlı reportajımız Şəğan Asfar stadionundan baş tutur. Meydana sağ tərəfdə Ultraslan, sol tərəfdə isə Ateşkə görürük. Start heyətləri də nəzərinizə çatdırırsam, məhz Ultraslan kollektivinin görüşdə start heyəti belədir. Eldar Əliyev qapıda, İbrahim Əliyev müdafiədə. Birgə Ələkbərli mübarizə aparır. Asim Novruzov kapitanlıq sarısı onun qolundadır. Olazar Əsədullayev və Xəttayər Ramazanlı. Təbii ki, əvəz etmələr, dəyişikliklər baş tutsa, onu da qeyd edəcəm. Digər tərəfdə Ateşkan heyətində isə qapıda Hüseyin Bayramov, Elnur Ağayev müdafiədə, onunla birgə Hüseyin Nəviyev, mərkəzdə Eşqin, siyahda Elmar və hücumda isə Fariz Aslanov. Fasiyə yanan zaman bütün suallarınızı cavablandıracağım. Buyurun, nə sualınız var, yazın. Bir daha xatırladıram. Bu görüş Xəzər Futbol Liqasında 8-ci sezonun 4-1-in cavab oyunudur. Yarım finala vəsqə qazanan tərəf kim olacaq? 4-1-in ilk oyununda Ateşkə 2-4 hesab ilə məğlub olmuşdu Ultraslana. Dörüşdə comeback etmək istəyir. Təbii ki, üstün tərəf isə məsələ mübarizəndə qalib tərəf olaraq növbəti mərhələyə vəsqə qazanmaq. Hüseyin Nəbiyev. Eşqin İsmailov topladı. Orada Xəttayər Ramazanlı onunla pressing edirdi. Nəbiyev. Orada ekran da bəyənək zəhmət olmasa. Yayım aşağı düşməsin. Ekranı bəyənək paylaşaq. Görüşdə hələ ki qolsuz bərabərlik var. İbrahim Rəhimli, Eldar Əliyev. Topu uzaqlaşdırmaq həmləsi idi. Sanki Xəttayər Ramazanlı. Xəttay alıcı həmlələr. Olazar Əsədullayev və gol! Özünə inandı, özünə güvəndi çox. Sadə şəkildə. Seni yandan topu torlara yolladı. 1-0. Cavab oyunda da məsələ Ultraslan kollektivi hesab açır. Hesabda önə keçir. 1-0. Hesab arasındakı fərq isə 3-ə yüksəldi. Onu bir daha qeyd edim. Fariz Aslanov. Elnur Ağayev. Zərbə endirənə bənzəyir. Topu qapının üzərindən vurdu. Ekran bəyənməsi niyə yoxdur? Niyə belə? Nə oldu sizə birdən-birə? İndi də mi deyirsiniz səsim yaxşı gəlmir? Bəyənək də zəhmət olmasa. Mən sizin suallarınızı cavablandıram. Siz də zəhmət olmasa ekranı bəyənin. Yoxsa yayım aşağı düşür. Mən istəmirəm belə bir mübarizədə az kütlə izləsin. Təbii ki, suallarınız olursa da yazın. Ekran bəyənlərsə aşağıda darınızı görürəm. Hər birinizi ayrı-ayrıqda minnətdaram. Təşəkkür. Gözün ötürmə Fariz Aslanov və Eşqin İsmailov meydanda saxlama mümkün olmadı. Ardından rəqib komanda top oyuna daxil etməlidir. Ələkbərli altı yerinə yetirəcək. Meydan rəqib aydınlığı səsində 3 komanda yoldaşı vardı. Olazar Əsədullayev meydandakı yeganə qolun sahibi. Geriyə doğru ötürmə Eldar. Mərkəzə Olazar. Əsədullayev tələsmir. İbrahim. Xəttayev. Eşqin İsmailov müdaxiləsi var idi.
Elmar'ın zərbəsi keçmədi. Elmar. Fariz topladı. Bir qədər də tələsmək lazımdır burada. Çox gecikdi. Çox əml etməyə. Müdafiə artıq geri çəkildi və topu qazandı. Eldar. Hakim qapıdan zərbəni işarə edir. Rəqibin etirazı olsa da Əli Əkbərli, Nicinata Balazar Əsədullayev səmti dəyişmək olar. Xətai Ramazanlı. Asim idi, səhvimi düzəldim. Asim Novruzovla oynamışdı, amma alamadı Fariz Aslanov. İbrahim ona təzyiq edirdi. Elnur, Elmar. Elmar çıxışda düzgün oynadı. Rəqibindən öncə müdaxilə etməyə bacar. Hatta topa ilə daxil ediləcək. Həqiqətən də yüksək tempdə mübarizə izləyirik. Görsə hesab 1-0'da minimal hesablı üstünlüyü var. Bir daha qeyd edirəm yeni gələnlər üçün. Hansı ki Ultraslan kollektivi 1-0 hesabı ilə öndədir rəqib. Ateşə önündə 2410 minidək. Valla sizin bəyənmələriniz mənə gəlir gətirmir. Bəzilərinin düşünə bilər. Sadəcə yayımın artmağına, daha çox kütlə qarşısına çıxmağa kömək edir. Bir dənə bəyənə 10 min olsun. Şahan Mərdəkəm. Hakimə etirazlar var. Sarı vərəqə. İbrahim Rəhimli sarı vərəqə gördü. Görüşdəki ilk rəsmi xəbərdarlıq. Cərimə zərbəsi, standart vəziyyət. Bu bir ev tapşırığı da ötürməklə başladılar, alınmadı. Bəli, Şahan vura, Şahan. Tubardan meydanı tərk etmişdi, yan xətdən topa ilə daxil edilir. Eşqi İsmailov. Elnur Ağayev. Ateşyan əmləsini izləyəcəyik. Elmar. Elnur Ağayev. Fariz Aslanov Elmarla oynadı. Vitəm uzaq altına yerlə zərbə keçmədi. Əksərli ola bilər. Asim Novruzov bir qədər ayaq saxladı. Balazar ötürmək istəyirdi. Əsədullayev son anda. Şimdi müdaxiləsi var. Korner. Hüseyin Əbiyev. Farizə doğru ötürmə. Fariz Aslanov. Xətai Ramazanlı. Xətai. Eşqin İsmailov. Balazar Əsədullayev. Əli Əkbərli. Eldar. Balazar Əsədullayev. Hüseyin Bayramov dəf etdi. Təkrar zərbə. Ard-arda həmlələr. Xətai Ramazanlı tamamladı. Uzaqlaşdıra bilmədilər. Hüseyin Bayramov ard-arda 2 epizodda uzaqlaşdırdı. Amma komanda yoldaşları onun köməyinə çatmır. 2-0. Oyun mərkəzindən yenidən start götürəcək. Referi vara baxdı, amma
heç bir qayda pozuntusu olmadığını bildirdi. Qərarın üzərində durur 2-0. Mərkəzdən yenidən start götürdü. Bir daha qeyd edim. Ultraslan 4-1-in cavab oyununda 2-0 hesabı ilə öndədir. Ateşə önündə hesabda isə fərq artıq 4-ə yüksəlib. Hansı ki 4-1-in ilk oyununda eləməz Ultraslan kollektivi 4-2 hesabı ilə qələbə qazanmışdı. Ateşə önündə Nəbiyev. Fariz Aslanov topu meydanda saxlama mümkün olmur. Eldar. Və Lazar Əsədulayev. Əl-ələ Əkbərli. Zərbə keçir. Pardon, qeyd edim ki, var epizodunda Hüseyn Nəbiyev də sarı vərəqə gördü. Referi vara baxdığı anda qeyri-etik ifadəyə görə idi bu sarı vərəqə. Korner yerinə yetiriləcək. Dabri köşdən zərbə. Varlarda üçüncü köşdən zərbə olacaq. Məsələ Ultraslan kollektivini yerinə yetirdi. Xətə Ramazanlı topun arxasında. Qapı qarşısını ötürmə. Əsr müdaxilə vardı. Digər cinahdan. Korner. Balazar Əsədullayev. Zərbə keçmədi. Əl-ələ Əkbərli. Top rəqibinə vurub meydandan çıxardı. Yan xətdən top oyuna daxil edilməlidir. Xətə Ramazanlı. Xətayı zərbə. Hüseyin Bayramov. Balazar Əsədullayev rəqibini aldatmağı bacardı. Asimə zərbə imkanı vermədilər. Elmar Bağırov. Fariz Aslanov. Hüseyin Nəbiyev. Fariz Aslanov. Nəbiyev. Nasim Novruzov var. Nəbiyev. Sinan dəyişmək istədi. Əl-ələ Əkbərli araya girmişdi. Elnur Ağayev. Dəqiqlərdə cümlərini kəsələrini bir qədər artırıb. Ateşə kollektivi ən azından hələ ki fərqi minimuma indirmək istəyirlər. Orada oyuncu dəyişikliyi baş tutdu. Elə bu əmlədən sonra Nəbiyev əvəzləndi. Bayram Quliyevin əvəzinə meydana daxil olub. Xətər Ramazanlı zərbədə. Bayramov keçid verməmişdi. Fariz Aslanov. Eşki İsmailov rəqibini yola saldı. Zərbə Eldar. Keçidi yoxdur. Dəqiqələr içində qapısını toxulma saxlamağı bacarıb. Eşkin İsmailov. Elnur Ağayev. Elmar Bağırovun zərbəsi öz komanda ulaşına toş gəlir. Bu da Xətər Ramazanlı. Asim Novruzov Bayram ona pressing edirdi. Əl-ələ Əkbərli. Yerlə zərbə. Asim Novruzov zərbənin qarşısını kəsdi. Orada qapısını sığortalamışdı İbrahim Rəhimli, Elnur Ağayev. Eldar. Asim Novruzov. Xətər Ramazanlı. Eldar top məhz ondan meydan tərk edir. Korner.
Elnur Ağayev. Allah cəmlələr. Fariz Aslanov ayaq saxladı. Dabir Küşdən zərbə ilə icratan. Eşkin İsmailov. Elnur Ağayev. Yeniden Eşkin'le oynadım. Təzyiq var Balazayır'dan. Geriyə qayıtma məcburiyyətində qaldı Hüseyin Bayramov. Balazar Əsədullayev. Xətay Ramazanlı. Zərbə Asimdən. Hüseyin keçidi vermir. Bayram. Rəqimi yola saldı. Top müdafiədən çıxarmağı bacardı. Eşkin İsmailov cina dəyişmiyorlar. Düşüncə yaxşı. Ama geridə və bir dəqiqəlik time-out. Təmatı götürən tərəf məsələ Ultraslan kollektividir. Yeni gələnlər biz xoş gəlmişsiniz. Ekran bəyənənlər təşəkkür, minnətdaram. Fəqan nə qədər? 11. Bəli, Ultraslan təşkil olunurlar. Yenə bəli, birinci hissədə bitdi. Xeyr, o hələ time-out edim. İlk hissənin bitməsinə 11 dəqiqə qalıb. Aleykümselam. Ateşkəl və Ultraslan. 8-ci sezonda 4-də 1-in cavab oyunudur. Birinci oyun 4-2 olub. Məhz Ultraslan qalib gəlib. Bu görüşdə də 2-0 hesabı ilə öndədilər. Hesab 6-2'dir yəni. Time-out bitir. Oyun qaldığı yerdən davam edir. Və time-outdan sonra oyuncu dəyişiklikləri baş tutdu. Ultraslan heyətində Əhməd Babayev, Mehdixan Ağayev. Meydana daxil olan oyunculardır. Digər tərəfə nəzər yetirirəm. Digər tərəfdə də iki əvəz etmə baş tutub. Eyni rəqiblə bərabər. Bu əmlədən sonra bəhs edir. Elnur Ağayev son uzaqlaşdırma bacarır. Məsələ Ateşkəl heyətindəki əvəz etmələrdən bəhs edir. Elmar Əliyev komandanın digər qolçuları və onunla birgə isə İlkin Quluzadə. Meydana daxil olan yeni oyuncularda hər iki komanda adına 2 dəyişiklik baş tutub. Bu əvəz etmələr komandalara necə təsir bağışlayacaq? Əhməd Babayev. Xətay Ramazanlı taban ötürməsi və gol! Mehdixan Ağayev bir qədər əvvəl meydana daxil olan oyuncu. Bu torlara yolladı 3-0. Məsələ qoldan əvvəl qeyd etdim ki, bu əvəz etmələr komandalara necə təsir bağışlayacaq? 2 əvəz etmə baş tutmuşdu. Ultraslan adına məsələ ikili kombinasiyası Əhməd Babayevin başlatdığı epizod Mehdixan Ağayevin zərbəsi ilə də qol olaraq komandaya geri qayıdır. 3-0. 3 cavabsız qol var artıq görüşdə. Korner. Hüseyin Əbiyev. Yox, zərbə alınmır. Daha bir əvəz etmə boş tutdur. Ultraslan heyətində İbrahim Rəhimli əvəzinə onun əvəzinə Ceyhun Yusifli meydana daxil olur. Əksizim şans ola bilər. Elmar Əliyev sürətlə irələdi. Elmar rəqibinə keçməyə bacardı. Zərbə amma Elmar Əliyev toxulma saxlamağa bacarır. Rəqibin fərqlənməsinə imkan vermir. Ceyhun Yusifli. Əhməd Babayev. Bir ara ötürməsi.
Elmar. Sol ayaqla zərbə, Eldar uzandı. Mehdiqan Ağayev daşıdı topu. O meydan tərk etməyib, davam etmək lazımdır Mehdiqan Ağayev. İlkin Quluzadə qayda pozulmuş hər şey qaydalar çərçivəsində. İlkin Quluzadə ötürmə. Yox, Elmar toxuna bilmir. Bayram. Hələ Ləkbərli. Elmarın zərbəsi Ceyhun'a dəydi. Korner. Xətayim. Əhməd Babayev orada rəqiblə mübarizə aparı qayda pozunu və Ləkbərli. Ceyhun Yusifli. Mehdiqan Ağayev. Mehdiqan ötürməsini verdi Ceyhun. Mehdiqan xətti üzərində çevirmək istədi. Əksəmli olacaq Elmar Əliyev. Nədə üçün minnətdarım. Təşəkkür. Ultra Aslan 3-0 hesabı ilə öndədir. Bu arada daha bir dəyişikliyi baş tutur. Ultra Aslan heyətinə Xətay Ramazanlı meydan tərk edir. Cavid İbadov meydan daxil olan yeni oyuncudur. Ellar Cavidə doğru ötürmə. Həmlə etməyə çəkindi İbadov. İlkin Quluzadə. İlkin. Allah zəmlələr. Cina dəyişmə hissəti alınmadı. Elə Ləkbərli. Hüseyin Bayramov qapısını tərk edib. Xətti üzərində saxladı. Mübarizə davam edir. Sona qədər mübarizə zimkarlıq. Komandada qaldı deyə qeyd edəcəkdim ki, burada İlkin İsmailov topu itirmişdi. Qarşılıqlı top itkisi, indi zərbə Eldar. Bayramın fərqlənməsinə imkan vermədi. Zərbə alınmır. Təşəkkürlər, minnətdaram. Şahan, Mərdəkan, Ultra Aslan və Ateşkə kollektivləri üzəri bir daha qeyd edirəm. Burada Nəbiyev, Əhməd Babayev. Ani oldu Elmar. Top meydanda saxlama mümkün olmur. Yaxayda tobayına daxil edilmədi. Yavaş-yavaş da iki hissənin sonlarına yaxınlaşırıq. Qeyd edim, 3 cavabsız qol var görüşdə. Raslan 0 hesabı ilə öndədir Əhməd Babayev. Elə Ləkbərli bir rəqibini yola saldı. Zərb alınmır. Hüseyin Bayramov, Eşkin İsmailov. Eşkin. Özünü çıxmaza saldı oradan. İlkin Quluzadə, Hüseyin Nəbiyev. Eldar sıfağa xəbərdarlıq eləmişəm ha. Eldar. Mehdiqan Ağayev Nəbiyev araya girdi. Hüseyin Nəbiyev. Ötürmə. Ləkbərli uzaqlaşdırdı. Yaxında İlkin Quluzadə də var idi, amma digər cəhət Elmarı düşündü. Hüseyin Bayramov. Raşahan Mərdəkan. Referi 2 hissəni nə zaman bitirəcək? Yaxın olaraq 2 dəqiqə yaxın bir müddət qalıb. 2 hissənin bitməsinə Eşkin çevirmə hissəti alınmadı.
Eldar Əliyev çox yaxşı mübarizə aparır rəqibləri ilə. Mehdiqan Ağayev, Hüseyn Nəbiyev topun ayaqlar arasına söküb aldı. Şağan, Mərdəkan. Dərs bir müdaxilə və korner. Cavid İqbalov istədiyi kimi zərbə endirə bilmir. Hüseyn Nəbiyev indi rəqabət olması səsində 3 komandalaşı var. Bir ötürmə hissəyi. Altı topa ilə daxil edilməlidir Bayram Quliyev. Elmar var isə ötürmə. Ola bilər həmçinin. Sərbəmin əsasən dəvəmlədir. Ötürmə gələ bilərdi. Bu Elmardır. Sol ayağına çəkdi. Uzaq 2-cü nişan aldı, amma istədiyi kimi, düşündüyü kimi alınmır. Eldar. Sevim Yusifli. Yenə Eldar'la oynadı. Ceyhun. Mehdiqan Ağayev. Yenə Ceyhun'u düşünürdü Nəbiyev. Ceyhun yenidən topu qazanır. Komandasına qazandırır Eldar. Ceyhun topa nəzarət edir. Məsində ilə nəzarət etirdilər Nəbiyev. Korner olmalıdır. Küncdən zərbə, bəli. Ötəyində qərarı bu yöndədir. İki Quluzadə. Nəbiyev. Zərbəsin bağlıydı. Allah zəmlələr. Yox, burada topu çox saxladı ayağında. Ötürmə versəydi daha effektiv ola bilərdi. Eksim şansı İbadov. Hüseyin Bayramov. Eşki İsmailov. Eşki. Zərbə imkanını itirmişdi artıq. Elmar yox, çox pis alındı elə. Bu zərbə ilə də referi ilk hissəni bitirir. Komandalar fasiləyə olan. Reçin ayrılmır. Fasilədən sonra yenidən bir yerdəyik.